Bismillahirrahmanirrahim. Bəhsimiz Qur'an-ı Kərimdə 12-ci imamımız İmam Məhdi əleyhissalamla bağlı ayələr barəsində idi. Bu günləri Qur'an-ı Kərimin Nisa surəsinin 59-cu ayəsini diqqətinizə çatdıracağam. Ayədə Allah Taala özünə və peyğəmbərə və əmr sahiblərinə itaatdən danışır və bizim də bu günləri əmr sahibimizin olduğundan xəbər verir. Bu günləri, bizim bugünkü günümüzdə əmr sahibləri kimlərdir ki, biz ona itaat etməliyik? Ayə budur. Ya eyyuhəl-ləzina amanu, ey iman gətirənlər, atiullaha və atiur rasul, Allaha itaat edin, peyğəmbərə itaat edin və ulul əmri minkum və öz əmr sahiblərinizə itaat edin, tabi olun. Nisa surəsinin 59-cu ayəsində Allah Taala əmr sahiblərindən danışır. Sual olunur, bu günləri Allah və peyğəmbərdən sonra bizə sahib olacaq, öz aramızdan olan əmr sahibləri kimlərdir? Biz onlara itaat edək. Bu günləri mənim əmr sahiblərimə itaat etməyim lazımdır. Quran bizə buyurur, ey iman gətirənlər, əgər möminəmsə, iman gətirən sözü mənə şamildirsə, bugünkü zamanımızda, günümüzdə əmr sahibi kimdir? Ayənin özünə diqqət etdikdə görürük ki, Allah Taala o əmr sahibinin məsum olduğundan xəbər verir. Niyə? Çünki Allah Taala buyurur ki, Allaha itaat edin və peyğəmbərə itaat edin mütləq şəkildə. Sonra qeyd vurmadan birbaşa deyir ki, əmr sahiblərinizə itaat edin. Allaha, peyğəmbərə itaat edən, yəni Allah, peyğəmbər səhv və xəta etməzlər. Əmr sahiblərdəki ondan sonra adı gəlmişdir, ona itaat etməliyəm. Əgər o səhv buraxarsa, o xəta edərsə, məsum olmazsa, işlərində səhv olarsa, mən ona niyə itaat etməliyəm? Halbuki Allah Taala mənə əmr edib əmr sahibinə itaat etməlisən. Əgər xəta buraxırsa, Allah xətakar insanın, günahkar insana itaat etməyə mənə əmr edərmi? Və bu günlər o şəxs kimdir ki, mən ona itaat etməliyəm? Hətta əhl-i sünnə qardaşlarımızın böyük şəxsiyyətləri etiraf ediblər ki, bu əmr sahibləri mütləq şəkildə onlara tabi olmağa əmr olunmuşuq, onlar məsum olmalıdırlar. Və baxırıq hədislərə, baxırıq əhl-i beyt imamlarımızın kitablarına, onlardan nəql olunan hikmətli kəlamlara görürük, onlar bizə deyiblər ki, onlar əhl-i beyt imamlarımızdır. Və bu gün də bizim əmr sahibimizin kim olduğu bilinməlidir. Kimsə deyərsə, harada yaşayırsansa, orada olan rəhbər, orada olan başçı, hakim, sənin əmr sahibindir, sual olunur. Axı o peyğəmbər Allahdan sonra ona itaat, çox əmr sahiblərimiz yaşadığımız yerdə Allaha, peyğəmbərə itaat eləmirlər. Hələ onunla müxalifət də eləyirlər. Bugün aramızda olan məsum şəxs kimdir ki, ona itaat olunmalıdır? O məsum olmalıdır. Heç kəs onların məsum olduğunu qəbul etmir. Heç özləri də bugün bizə hakim olan alimlər, cəmiyyət, bir dəstə insanlar heç kəs məsum olduğunu iddia etmirlər. Və peyğəmbərimizin kəlamlarına baxdıqda onların əhl-i beyt olduğu aydın olur. Hədislər birincisi 12 imam barəsindədir. Peyğəmbərdən sonra buyurub ki, peyğəmbər özü buyurub ki, Allahın salamı olsun ona və əhl-i beytinə, məndən sonra 12 əmir olacaq. Səhih Buxaridə, Kitab-ül İstixlafda peyğəmbər özü də bu hədisdən ona nəql olunmuşdur ki, məndən sonra sizə 12 əmir olacaq. Burada əmr sahibindən söhbət gedir. Ayə deyir, əmr sahibləri, Səhih Buxari deyir, 12 nəfər olacaq. Peyğəmbərin də əhl-i beyti 12 nəfəridir. Hətta peyğəmbər buyur ki, onlar Bəni Haşimdəndir. Bəli, peyğəmbər o cümlədən aramızda Səhih Müslümin və Tirmizin nəqlinə əsasən aramızda 2 ağır əmanat qoyub, Allahın kitabı və onun əhl-i beyti. Və bir yandan baxırıq ki, onlar 12 haqqında 12 kəlməsi işlənmişdir və onlar əmir olmalıdır bizə. Onda baxırıq ki, bu peyğəmbərin əhl-i beytinə və Qur'ana itaat olunmalıdır və əmr sahibləri peyğəmbərin əhl-i beytidir. O cümlədən əhl-i sünnə qardaşlarımızın və əhl-i beyt imamlarımızdan peyğəmbərdən hədis nəql olunmuşdur. Peyğəmbərdən soruşduqda peyğəmbər buyurmuşdur. Qur'an-ı Kərimin Nisa surəsində itaətinə əmr olunduğunuz əmr sahibləri mənim əhl-i beytimdir. Əhl-i sünnə alimi İbn Hayyan Andalusi Əl-Bəhrul Muhit 3-cü cild səhifə 278-də. O cümlədən Nişapuri Camül Bəyan Təbərinin təfsir kitabının haşiyəsində çap olunmuşdur. Həmin o Nişapuri öz təfsirində 5-ci cild səhifə 208-də. O cümlədən Hakim Həsqani Hənəfi özü Şəvahidü Tənzil 3-cü cild səhifə 1200-də açıq-aşkar nəql edilib ki, peyğəmbərimiz buyurdu ki, Qur'an-ı Kərimdə olan əmr sahiblərindən məqsəd mənim əhl-i beytimdir. Bəzən Peyğəmbər Həzrət Əlini, ondan sonra Həsən, ondan sonra Hüseyn və axırıncı İmam Mehdi əleyhissalama qədər ki, adı mənim adımdan olan bir şəxsin
gələcəyindən xəbər verir, sual veririk. Quran deyir, əmr sahibi var. Kimdir bu günləri bizə əmr sahibi? Fasiqlər, zalimlər, cəmaata zülm eləyənlər, qabaqda özünü imam adlandıranlar, amma məsum olmayanlar bizə əmr sahibi ola bilməzlər və o şəxs İmam Mehdi əleyhissalamdır, Peyğəmbərin nəslindəndir.